Dəridə olan səpkilər, səpkilərdən sonra qalan çapıqlar, izlər gəncləri ən çox narahat edən problemlərdəndir. Lazer texnologiyası 21-ci əsrdə dünyanın bütün sahələrində inkişaf etdiyi kimi, bütün sahələrə o cümlədən nüfuz etdiyi kimi, artıq dermatoloji problemlərin müalicəsində də öz təsirini göstərməkdədir. Belə ki, artıq elə bir lazer proseduru mümkündür ki, biz həmin prosedur vasitəsilə biz akne səpkilərini, demode səpkilərini, səpkidən sonra qalan çapıqları, izləri çox qısa müddətdə müalicə edə bilərik. Bu prosedurlar tam ağrısız şəraitdə, steril şəraitdə hər bir pasiyentin probleminə uyğun olaraq seçilir və aparılır. Aknenin törədən səbəblər çox müxtəlifdir. Yəni, səpkilərin törədicisi istər mikroblar, istər demodekoz folikulorum və s. ola bilər. Lakin bütün bunlar ilk öncə araşdırılır, müvafiq müayinələr aparılır həkim dermatoloq tərəfindən və daha sonra müvafiq müalicələr təyin olunur və bu müalicələrlə yanaşı biz həmin pasientlərdə lazer müalicəsini təyin edirik və bu müalicələr də sistemli şəkildə aparılır. Çox qısa müddətdə biz həmin pasientlərdə istədiyimiz effekti ala bilirik. Bu effektin belə tez özünü göstərməsi dərdə sterilləşmənin aparılması ilə əlaqədardır. Belə ki, məhz lazer şüası müvafiq qatlara nüfuz edərək həmin qatlarda artıq özünə yer etmiş mikrobları, gənəni və s. törədiciləri məhv edir və beləliklə dəri sterilləşir və uzun müddət dəri təmiz qalır. Dəridə aknedən sonra qalan çapıqlar, izlər isə dərinin cilalanması və yaxud da ki, peeling prosedurları vasitəsilə həyata keçirilir. Məhz bu prosedurlarda lazer aparatı vasitəsilə aparılır. Lazerlə aparılan peelingin və cilalanma prosedurların üstünlüyü ondan ibarətdir ki, bu prosedurlar demək olar ki, tam ağrısızdır və insanlardan öz işlərindən ayrılmağı tələb etmir. Yəni, həmin insanlar işləyə-işləyə, oxuya-oxuya bu prosedurları etdirə bilirlər və istədikləri nəticəni də əldə edə bilirlər.